Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm, Ləman Ələşrəf qızı. Əziz dostlar, deməli İrandan Amerika Birləşmiş Ştatlarının təhdidlərinə cavab gəlib. Bilirsiniz ki, Çinə səfərində deməli Donald Trump, Amerika prezidenti yenə də İranı təhdid edib və İranın qarşısında iki yol var, iki seçim var deyib və o mütləq ya bizimlə barışmalı ya da ki biz onu bombalayacağıq deyib və İran ABŞ-ın son təhdidlərinə də sərt cavab verib. İranın Xarici İşlər Naziri Abbas Arakçı bildirib ki, Vaşinqtonun hərbi təzyiq və hücum təhdidləri nəticə verməyəcək. Nazir Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirlərinin toplantısından sonra açıqlamasında deyib ki, 40 gün bizimlə müharibə apardılar və nəticəsini gördülər. İranla hörmətlə danışanlar eyni şəkildə cavab alacaqlar. Arakçı vurğulayıb ki, problemin hərbi yollarla həlli mümkün deyil və ABŞ uzun müddətdir müxtəlif formada təhdidlər səsləndirsə də bundan heç bir nəticə əldə edə bilməyib. O, Vaşinqtonu daha rasional davranmağa çağırıb. İranlı nazir həmçinin Birləşmiş Ərəb Əmirliklərini ABŞ və İsrailə dəstək verməkdə ittiham edib. Onun sözlərinə görə İran yalnız əmirliklər ərazisində yerləşən Amerika hədəflərinə zərbə endirir. Son aylarda ABŞ və İran arasındakı gərginlik xüsusilə Hörmüz boğazı və İranın nüvə proqramı ətrafında daha da artıb. Bilirsiniz, əziz tamaşaçılar, ABŞ prezidenti Donald Trump da daha əvvəl İranın ABŞ gəmilərinə hücum edəcəyi təqdirdə çox ağır cavab veriləcəyini bildirmişdi. Yəni, növbəti bir açıqlamasını isə dediyim kimi Çinə səfərində etdi. Və yeri gəlmişkən bu arada Ərəb ölkələri ilə bağlı Xarici İşlər Naziri danışdı. Mən daha bir açıqlamanı elə Bəqainin dilindən istəyirəm. O, bu Ərəb ölkəsini hədələyib, təhdid edib və Birləşmiş Ərəb Əmirliyindən gedir söhbət. Gizli şəkildə, xəyanət edən açıq şəkildə rüsvay olacaq deyə Bəqai sosial şəbəkə hesabından Birləşmiş Ərəb Əmirliyini nəzərdə tutaraq yazıb. Qeyddə ki, İsrailin baş naziri Benyamin Netanyahu'nun gizli şəkildə Birləşmiş Ərəb Əmirliyinə səfər etməsi barədə məlumat yayılmışdı. Birləşmiş Ərəb Əmirliyi doğrudur bu xəbəri rəsmi şəkildə təkzib edib, amma buna rəğmən İran tərəfi israrlıdır ki, bəli, məhz Netanyahu İranın burnunun ucundakı Birləşmiş Ərəb Əmirliyinə gəlib. Və indi belə fikirlər də var ki, bəli, İsrail artıq düyməyə basıb, İrana hücumlar başlayır. Hər halda Axios öz mənbələrinə etibarən bir İsrail rəsmisinə istinad edərək deyib ki, Trump'ın bu qərarı həftə sonu verilə bilər və İsrail hökuməti də ordusunun yüksək hazırlıq vəziyyətində olacağını bildirib. Ötən həftə İsrailin yüksək vəzifəli hərbi rəsmiləri ABŞ mərkəzi komandanlığı ilə görüşüb. Onlar İrana qarşı hücumların yenidən başlanmasını istəyiblər. Danışıqlar zamanı İrana, xüsusən də onun yanacaq enerji obyektlərinə hücum ehtimalı da müzakirə olunub. Məqsəd isə Tehranı nüvə proqramını dayandırmağa razı salmaqdır. Məlumata görə Trump'ın Çinə səfərindən sonra İranla bağlı qərar verəcəyi gözlənilir və onun iki variantının olduğu irəli sürülüb. Başqa bir hücuma keçmək və ya Hörmüz boğazında qalmış ticarət gəmilərini çıxarmaq üçün azadlıq əməliyyatını yenidən başlamaq. Və İsrailin bir qəzeti isə danışır ki, yaxın günlərdə yenidən hücumların baş vermə ehtimalı var. İranın Xarici İşlər Naziri Abbas Arakçının isə artıq mövqeyini mən sizin diqqətinizə çatdırdım. Əziz tamaşaçılar, deməli İranı müzakirə edəcəyik. Ümumiyyətlə təkcə İranı yox, həm də Trump'ın Çinə səfəri. Həqiqətən də burada bir fikir səsləndi ki, Trump'ın Çinə səfərindən sonra İranla bağlı bir qərar veriləcək. Bu qərar nə ola bilər? Xi Jinpinglə görüşdən ayrılan Donald Trump sizcə elə o açıqlamada da İranın iki yolu var, açıqlaması var. Doğrudan da İrana hücumu nəzərdə tuturmu? Hər halda detalları biz burada Bakir Həsənbəyli ilə müzakirə edəcəyik. Sizdən isə ricam verilişimizi bəyənin və paylaşın. Siz də başlayın, biz də başlayaq. Bakir bəy, xoş gəlmişsiniz. Xoş gördük Ləman xanım. Nə düşünürsünüz? Mən həm oxuduğum bu xəbərlərdən, həm də doğrudan da belə deyək də Çinə səfəri oldu Trump'ın və bu səfər əlbəttə ki, bir çox mətləbləri ortaya çıxartdı. O cümlədən də hər kəs də deyirdi ki, bu səfərdə əsas məqsəd elə İran mövzusuydu.
Biz Si Jinpini xeyli dərəcədə qətiyyətli gördük və İranla bağlı Trumpın o görüşdən sonraki açıqlaması isə maraq doğurur istənilən halda. Sizcə bir nəticə hasil oldu mu və İrana hücum gözlənilirmi? Nə düşünürsünüz? Təşəkkür edirəm. Əvvəla qeyd edim ki, bu səfər mahiyyəti yalnız İranla bağlı deyildi. Bu çox saylı deməli nüanslar var idi bu səfərdə. Yalnız İran bu deməli müzakirə olunan mövzuların yalnız detallarından biri ola bilərdi. Çünki biz bilirik ki, demək Çin-ABŞ münasibətlərində Tayvan məsələsi də özünün prioritetliyini qoruyub saxlaya bilir. Bundan başqa bilirsiniz ki, gömrük tariflərindən bağlı Çinlə deməli Amerika Birləşmiş Ştatları arasında artıq bir ildən artıqdır ki, çox ciddi şəkildə belə deyək də iqtisadi müstəvidə və həm də siyasi müstəviyə yansıyan bir mübarizə gedir bu istiqamətdə. Bundan başqa bilirsiniz ki, demək Çinin mineral torpaq elementləri ilə bağlı imkanları kifayət qədər genişdir və bu imkanların demək imkanlardan Amerika Birləşmiş Ştatlarının istifadə edilməsi məsələsi də gündəm məsələlərindən biridir. Digər bir tərəfdən biz Çinin iqtisadi imperiyası ilə bağlı mütəmadi olaraq müzakirələr aparmışıq, fikirlər bildirmişik. Dünya da bu məsələlərdən deməli halidir, məlumatlıdır. Amma bir şey nəzərdən qaçırıq ki, Çinin enerji yoxsulluğu var. Çin yalnız enerji istiqamətində deməli yoxsul olan deməli bir ölkədir. Yoxsulluğu şərti olaraq mən qeyd edirəm. Çünki Çin pulunu verib onu alır, amma özündə o imkanlar olmadığı üçün və hal-hazırda deməli İran məsələsinin prioritetlərdən danışıqlarda müzakirə mövzusundan biri olması məsələsi sözsüz ki, demək olub və bu bunsuz mümkün deyildi. Nədən mümkün deyildi? Əvvəla deməli Amerika Birləşmiş Ştatları prezidentinin son bir ildən artıq bir müddətdə Çinin iqtisadi rıçaqlarını zəiflətmək üçün, bəzi hallarda isə ümumiyyətlə onu tam əngəlləmək üçün atdığı addımlar Çinin iqtisadi imperiyasının zəifləməsinə xidmət edən amillərdən biridir. Nədir bu məsələlər? Deməli, bu nüanslardan bir çoxunda demək olar ki, Donald Trump özünün istədiyinə nail ola bildi. Məsələn, Panama kanalı ilə bağlı atdığı addımlar vardı. Bilir ki, Panama kanalının giriş və çıxış hissəsində əsasən deməli Çin şirkətləri fəaliyyət göstərirlər və böyük məbləğdə vəsait qazanırdılar və əslində Panama kanalı üzərində bir deməli nəzarət funksiyasını həyata keçirirdilər. Yəni Amerika Birləşmiş Ştatları prezidentliyinə deməli gəldikdən sonra, növbəti dəfə gəldikdən sonra Donald Trump'un deməli bu ideyası, daha doğrusu istəyi, tələbi əslində deməli o məsələləri bilavasitə gündəmə gətirdi və istədiyinə demək olar ki, nail oldu. Qrenlandiya ilə bağlı məsələlərdə, Qrenlandiya ilə bağlı bilirik ki, deməli Rusiya Çinin ticarəti üçün kifayət qədər ciddi şəkildə orada deməli fəaliyyət göstərir. 7-24 deməli səhv etmirəmsə 43 buzqıran gəminin həmin istiqamətdə ticarət yolunda hərəkətlənməsi, mütəmadi olaraq o yolun açıq saxlanılması və eyni zamanda Çin ticarətinin o istiqamətdə daha da şaxələndirilməsi məsələsi var idi ki, Donald Trump o istiqamətdə də deməli özünün tələblərini ortaya qoydu. Düzdür, Amerika, üzr istəyirəm, Avropa dövlətləri müəyyən zaman kəsimində bu məsələyə qarşı çıxmalarına rəğmən, amma fikir verirsinizsə son günlər həmin məsələ ilə bağlı hər hansı bir müzakirə yoxdur. Bu əslində razılığın olmasını göstərən amillərdən biri olduğunu düşünürəm bu məsələ. Venezuela ilə bağlı məsələlərdə də bilirsiniz, artıq hər kəsə məlumdur. Venezuela ilə bağlı atdığı addımlar, hətta Venezuelanın deməli Amerika Birləşmiş Ştatlarının növbəti ştatlarından biri olması, bəzən yarı zarafat, yarı ciddi deməli özünün orada prezidentliyə namizədliyinin irəli sürməsi ilə bağlı Donald Trump'ın fikirləri, məsələləri var və bu istiqamətdə Rusiya-Ukrayna məsələsi bilirsiniz ki, artıq Rusiya kifayət qədər ciddi şəkildə hərbi iqtisadi cəhətdən zəifləmiş bir ölkəyə çevrilib. Rusiyanın artıq Çinə əvvəlki qaydada bu deməli Hörmüz boğazındakı ikinci belə deyək də o mühasirə deməkdən sonra
bu prosesdə müəyyən yüngüllük əldə olunub, amma buna baxmayaraq Rusiya özünün neftindən kifayət qədər simvolik deməli qiymətlər əldə edib. Hətta bəzi ekspertlər, iqtisadçılar hər bareldən deməli Rusiya yalnız 5-6 dollar qazana bildiyini və yaxud qazanmaq imkanında olduğunu söyləyirdilər. Bu kifayət qədər Rusiya üçün az bir məbləğdə müharibəni davam etdirməsi üçün. Nəhayət ortada deməli yalnız İran faktoru var idi. İran deməli Çinin enerji ehtiyaclarını təxminən 15%-ə qədərini ödəyir. Amma Hörmüz boğazına gəldikdə isə Hörmüz boğazında bəzi mənbələr 38, bəzi mənbələr hətta 55% deməli Çinlə bağlı göstərirlər ki, Çinin bu boğazdan deməli günlük ehtiyacının təxminən orta hesabla götürsək 45-50%-ını deməli bu boğazdan deməli tədarük edir və bu gün Trump bəzi deməli politoloqlar, siyasi təhlilçilər Trumpın istədiyinə nail olmadan Çinə getməsi ilə bağlı fikirləri səsləndirirlər. Mən bu fikirlərin tam əksini söyləmək istəyirəm. Əslində Trump əlində hazır dosya ilə deməli Çinə getdi. Çin rəhbəri ilə görüşdü. Nəzərə almaq lazımdır ki, hər iki dövlətin hərbi qarşı durması hələ Joe Biden dönəmində Çin rəhbərinin belə bir müsahibəsi vardı ki, Amerika Birləşmiş Ştatları və Çin kimi iki nəhəngin qarşı durması dünya üçün qiyamət senarisidir. Sözsüz ki, bu senarinin baş verməsinə hər iki dövlət və onların rəhbərləri icazə verməzdilər. Fikir verirsinizsə, Donald Trump dərhal sosial şəbəkədə belə bir deməli mesaj yazdı, belə bir status yazdı daha doğrusu. Deməli Boeing şirkəti bilirsiniz ki, çox saylı həm də iş adamları getmişdi ondan Çinə. Boeing şirkəti 150 Çinə təyyarə satmağı nəzərdə tutmuşdu. Lakin onlar bizdən 200 təyyarə aldılar. Və bunun ardınca dərhal Hörmüz boğazından Çinin neft və qaz yüklü deməli gəmilərinin keçidi başladı. Daha sonra deməli Çin rəhbərinin biz Amerika şirkətlərinə 100 milyardlarla dollar investisiya qoymağı düşünürük. Deməli bəyanatının şahidi olduq. Bu deməkdir ki, hər iki super güc, çünki bunların dediyim kimi bir-birindən kifayət qədər ciddi asılılıqları var. Bugün hərbi cəhətdən Amerika Birləşmiş Ştatlarının alternativinin olmaması artıq belə deyək də şübhəsizdir. İnsan amili baxımından isə, yəni söhbət hərbi deməli istiqamətdədir. Bu Çin bilir ki, milyard yarıma qədər əhalisi var, milyonun üzərində deməli orduya sahibdir. Və Çinin istədiyi an bu ordu sayının artırılması məsələsi an məsələsidir. Amma dediyim kimi, hərbi üstünlüklərlə bağlı məsələlərdə Amerika Birləşmiş Ştatlarının hərbi üstünlükləri Çinlə müqayisə olunmaz dərəcədə. Çin də bunun fərqindədir, bu məsələlərin fərqindədir və Çinin qarşısına qoyduğu bir məsələ var ki, deməli, döyüşmədən qazanmaq məsələsi. Və Çin çalışır ki, bu istiqamətdə də buna nail olsun. Bax, üzr istəyirəm, elə biz elə görüntülərə baxanda da Trumpın adəti üzrə Xi Jinping üzərində, belə deyək də, yəni o nəzarətini müşahidə etdik. İstədi ki, yenə o əl görüşməsində Xi Jinping özünə tərəf dartsın, alınmadı. Və indi onun bir açıqlaması vardı, orada doğru da onu təriflədi. İndi deyir ki, heç hətta Hollywoodda belə axtarsılar bunun kimi aktyor... Boy-buxuna görə bəli. Yalan idi boy-buxun söhbəti. Doğru boy-buxunu deyir. Nə deyir Xi Jinping'in bəyəm, nə boyda boyu var ki? Deyir, yəni adi Çinlilərə baxanda birazca boy-buxundur. Amma Hollywoodda axtarsa belə bir aktyor tapmaq olmaz. O elə Xi Jinping'ə aktyor dedi. Sözün bütün mənalarında belə dedi. Yəni bu mənada soruşmaq istəyirəm. Yəni Trumpın Çin səfərini hansı mənada uğurlu saymaq olar və yaxud belə deyək, Çinə səfərində çox can atırdı, Çinə gedəcəkdi. Hətta belə deyirlər də, yəni ki, İranda qələbə qazanıb gedəcəkdi. Amma o İranda qələbə qazanmadı. İranda qələbə qazanmadı və onu məğlub bir formada, məğlub Trump kimi Çinə gedən təki xarakterizə etmək olarmı sizcə? Deməli, Ləman xanım, biz hələ hər iki liderin görüşündə hansı tərəfin, tərəf deyərkən dövlətlər nəzərdə tuturam, nə qazanıb, nə itirəcəyini hələ ki biz bilə bilmirik. Bu proseslərin gedişindən məlum olacaqdır. Amma dediyim kimi, ilkin olaraq razılaşmadan ticari münasibətlərdə
Çinin deməli ABŞ şirkətlərinə investisiyanın qoyulması ilə Daha bir bağlı 200 Boeing ticarət məsələsi ilə alacaqlar bağlı. Bu yalnız falan. bizə təqdim olunan tərəflərdir. Təqdim olunan. Bu yalnız bizə təqdim olunan tərəflərdir. Bizə təqdim olunmayan tərəflərin deməli nə olacağını biz yəqin ki, hadisələrin gedişində görəcəyik. Mən biraz öncə qeyd etdim, Çin gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsi. Onlar aydındır. Bəs ardınca Putin niyə gedir? Yaxşı, indi Putinin də mayın 20-sinə deyilənlərə görə səfəridir və Xi Jinping orada ola-ola Putinin Çinə səfəri başlayır xəbərləri gəldi. Bu nəyə hesablanıb olur Sözsüz sizcə? ki, bu məsələlərdə bu iki liderin, yəni Trumpın və deməli Çin liderinin deməli görüş məsələsində biz bilirik ki, dünya artıq deməli köhnə dünya düzəni ilə sağollaşıb. Demək olar ki, qırmızı xəttlər artıq qalmayıb. Heç bir qırmızı xəttdən söhbət gedə bilməz. Əgər bir ölkə digər ölkənin müharibə başlanmamışdan öncə onun siyasi, hərbi rəhbərlərini bir anda aradan götürürsə və artıq deməli bir ölkə başqa bir ölkənin prezidentini öz yataq otağından oğurlayıb aparırsa, deməli biz qırmızı xəttlərdən danışa bilmərik. Artıq qırmızı xəttlər yoxdur. Və yeni dünya düzənində sözsüz ki, Amerika Birləşmiş Ştatları öz kurallarını, öz qanunlarını, qaydalarını deməli müəyyən etməklə məşğuldur. Amma Çin bu istiqamətdə heç də deməli İran deyil, Venezuela deyil, başqa dövlətlər deyil. Çinin bu istiqamətdə sözsüz ki, özünün də bu və ya digər formada demək tələbləri var və Çin dünyanın super gücünə belə deyək də az olan, bəlkə də mən deyərdim iki super gücündən biridir və Çinlə bu istiqamətdə yəqin ki, yeni dünya düzənində idarəçilik formasının razılaşdırılması ilə bağlı. Yeni dünya düzəni deyəndə dünya ikiyə bölünürmü? Yəni bu Çin və Amerikadan ibarət olacaqmı? Yəni dünya mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları deməli özünə yeni dünya düzənində hər hansı bir şərik tapar. Çünki köhnə dünya düzənində SSR və Amerika Birləşmiş Ştatlarının iki qütblü dünya məsələsində ABŞ özünün çəkdiyi əziyyətlər var idi ki, müəyyən nüanslar var idi ki, orada çətinliklər daha doğrusu var idi ki, o çətinliklərlə bağlı sözsüz ki, növbəti, yəni hər 80-100 ildən bir və yaxud böyük ixtişaşlardan, müharibələrdən sonra formalaşan yeni dünya düzənində özü üçün o növbəti çətinliyin yaranması ilə bağlı yəqin ki, düşünməyəcəkdir. Məsələn, tutaq ki, iki qütblü dünya dönəmində Amerika, Avropa İttifaqının demək olar ki, 1/3, NATO'nun demək olar ki, 1/3, deməli, Latin Amerikasının böyük bir hissəsi SSR-nin nəzarətində idi. Eyni zamanda Cənubi Afrika, eyni zamanda deməli, keçmiş postsovet ölkələri və sair və axır məsələlərlə bağlı. Amerika Birləşmiş Ştatları növbəti və yaxud yeni dünya düzənində bu yanlışlığa və yaxud bu boşluğa yəqin ki, icazə verməyəcək. Yəni, Çinin iki qütblü dünya olmasına, Çinlə bir yerdə daha doğrusu olmasına yəqin ki, razılaşmayacaq. Amma Çinin də iradəsini, Çinin də deməli təkidini biz görüb məsələlərlə bağlı və ayın 20-sində Rusiya prezidentinin Çinə səfərinə gəldikdə isə sözsüz ki, Rusiyanın da bu istiqamətdə kifayət qədər ciddi iddiaları var. Rusiya-Ukrayna müharibəsi məhz Rusiyanın yeni dünya düzənində öz yerinin, rolunun alması və yaxud qorunması məsələləri idi. Amma deməli, Amerika Birləşmiş Ştatlarının bu məsələdə Rusiyaya epizodik rolun belə verilməsinə razı olmaması göstərilir. Məsəl üçün, elementar bir nüanslar var da, keçmiş, məsələn, yaxın şərqdən Rusiyanın çıxarılması məsələsi, eyni zamanda Rusiyanın Afrikadan deməli çıxarılması məsələsi, Latin Amerikasından çıxarılması məsələsi və eyni zamanda Rusiyanın keçmiş postsovet ölkələrindən çıxarılması məsələsi. Bir müddət öncə və yaxud hakimiyyətə gəldiyindən qısa müddət sonra Orta Asiya, 5 Orta Asiya Respublikaları ölkələri prezidentlərinin Ağevə dəvət olunması, onlarla deməli bu və ya digər formada müqavilələrin, sazişlərin imzalanması, razılıqların əldə olunması məsələsi, Cənubi Qafqazla bağlı Amerika Birləşmiş Ştatlarının atdığı addımlar və sair və axır nüanslar var ki, yəni eyni zamanda burada Ukraynanın Moldova məsələsi var. Yəni bütün bunları nəzərə alsaq, o nəticəyə gəlmək olur ki, Rusiyaya epizodik rolun belə verilməsi məsələsi deməli, Amerika Birləşmiş Ştatlarının yeni dünya düzənində gündəmində deyil və mən düşünürəm ki, Putinin demək
Çinə səfəri, məsələn, Trumpdan dərhal sonra deməli Çinə səfəri əslində yeni dünya düzənindəki rolların və yerlərin müəyyən olunması ilə bağlı danışıqların aparılması, müzakirələrin keçirilməsi, razılıqların əldə olunması məsələsi Rusiya və deməli Çin heç vaxt deməli dost, təbii müttəfiq dövlətlər olmayıblar, düzdür. Deməli Təhlükəsizlik Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası iclasında müxtəlif deməli beynəlxalq təsisatlarda qəbul olunan qərarlarla bağlı bir-birlərinin belə deyək tərəfini tutan səsvermələrdə, ondan sonra çıxışlarda deməli iştirak ediblər, amma bunlar mehriban düşməndilər. Nəzərə almaq lazım. Çünki Çin Rusiyanın yenidən böyüyüb ona alternativ olmasının tərəfdarı deyil. Rusiya isə Çinin iqtisadi imperiyasının onun daxilinə və yaxud onun əhatə etdiyi bölgələrə nüfuz etməsinin tərəfdarı deyil. Məsəl üçün, Qazaxıstanla bağlı bir nüansı sizin istəyirəm diqqətinizə çatdıram. Qazaxıstandakı hadisə bilir ki, KMT'nin ilk debut tədbiri oldu, aksiyası oldu daha doğrusu. Qazaxıstandakı ixtişaşlarla bağlı həmin ixtişaşlar Qazaxıstan torpaqlarının müəyyən bir hissəsini Qazaxıstanın borcu müqabilində Çinin ələ keçirməsi məsələsi idi. Enerji resurslarının qiymətlərinin, enerji qiymətlərinin qaldırılması əslində dünyaya belə deyək də təqdim olunan, dünyaya bəyan olunan tərəfi idi. Amma Çinin Qazaxıstanın gəlib yerləşməsi məsələsi Qazaxıstanda torpaq əldə etməsi, ərazi əldə etməsi Rusiyanın maraqları deməli maraqlarına aid deyildi. O baxımdan mən bunları mehriban düşmənlər deməli adlandırıram. Amma bu mehriban düşmənlər dediyim kimi müəyyən zaman kəsimində Amerika Birləşmiş Ştatlarının tək qütblü dünyada hegemoniyasının qarşısını almaq üçün və yaxud ən azından onu əngəlləmək üçün yəqin ki, çox tərəfli görüşlər olacaq. Bu görüşlərdə Rusiya-Ukrayna müharibəsi də müzakirə oluna bilər, enerji resurslarının realizasiyası da müzakirə oluna bilər, İran məsələsi də müzakirə oluna bilər və deməli alternativlər var ki, logistik imkanlar var ki, o alternativlərin də müzakirə olunması məsələsi mümkündür. Aydındır və əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. İstənilən halda, deməli, bugün dünya həm də nəyi müzakirə eləyir? Yəni, Trumpın Çinə səfəri zamanı o müəyyən, mən belə düşünürəm ki, sanki o həqiqətən də, bilmirəm, özü haqqında mif yaratmağına rəğmən, elə bildim ki, o Xi Jinping'ə uduzdu. Bax, indi bir gündəmdə bir mövzu da var. Xi Jinping masadan durub müvəqqəti ayrılan kimi Trump dərhal onun qeydlərinə baxıb görək Xi Jinping orada özü üçün hansı qeydləri eləyir. Yəni, yenə də dediyim kimi, dünya iki nəhəngin, belə deyək, qarşı-qarşıya duruşunun şahididir. Trump qabağından yeməyən, Xi Jinping isə o bayaqda dediniz, həqiqətən də ağıllı, müdrik, həqiqətən də ağıllı, müdrik və çox ehtiyatlı və hiləgər bir dövlətin başında duran və uzun illərdən bəri başında duran bir şəxsdir. Və bugün dünya, xüsusilə mən bayaq indi xəbər başlıqlarına da baxıram, məhz elə belə yazırlar. Dünya ikiyə bölünür. Yəni, burada artıq bəlkə də elə Çinin o satelliti olacaq Rusiya, həqiqətən də İran və Amerika bunlara qarşıdır. Yəni, əslində müharibə Çinlə Amerika arasında olan bir müharibədir və biz bunu görmürük. Biz bunu ayrı-ayrı fragmentlərdə görürük. İrana qarşı müharibə şəklində, Rusiyaya qarşı bir müharibə şəklində. Doğrudurmu? Bu yanaşma ilə razısınızmı? Və əslində, yəni meydanda bu dəqiqə döyüşən əslində Çin və Amerikadır. Bu gözlə görünmür. Sadəcə gözlə görünənlər fragmentlərdir və onlar Çinə qarşı müharibənin belə deyək də, yəni anonsudur, jurnalıdır. Kino qabaqdadır elə. Mən çıxışımın əvvəlində müxtəlif coğrafiyalarda Trumpın iddiaları ilə bağlı fikirlər səsləndirdim. Əslində, sizin dediyiniz, mən qeyd etdiyim fikirlərlə üst-üstə düşən fikirlərdir. Tam təsdiq edirəm o fikirləri. Sözsüz ki, hal-hazırda dünyada baş verən deməli, bütün qlobal proseslər var ki, o proseslərdə
deməli Amerika Birləşmiş Ştatlarının imzası var. Orada mütləqdir ki, anti-Çin siyasəti ilə bağlı məsələlərdir. Mən biraz öncə Hörmüz boğazı ilə bağlı fikirlər səsləndirəndə Çinin o boğazla bağlı ehtiyaclarını diqqətə çatdırdım və əslində deməli həmin Hörmüz boğazında Amerika Birləşmiş Ştatlarının ikinci bir blokada yaratması məsələsi əslində elə o deməli istiqamətdə Çinə göndərilən deməli enerji resurslarından bağlı, yalnız enerji resurslarından söhbət getmir. Mən həm də onu deməli qeyd etmək istəyirəm ki, ümumiyyətlə Hörmüz boğazından 140 adda məhsul keçir. Bu 140 adda məhsul kifayət qədər dünyanın iqtisadiyyatında, sənayesində kifayət qədər ciddi rol oynayan məhsullardır. Məsəl üçün tutaq ki, deməli ciplərin istehsalı ilə bağlı məsələlərdə helium qazı deyilən deməli bir qaz var ki, o qazın da deməli keçirilməsinə maneçilik yaradıldığı üçün onunla da bağlı ciddi problemlər yaranıb bu istiqamətdə. Yəni əslində deməli Çinlə bağlı Amerika Birləşmiş Ştatlarının yürütdüyü siyasət bu 1 ilin, 2 ilin siyasəti deyil. Bu uzun müddətli bir siyasətdir və onu da qeyd edim ki, Çinin böyüməsinə şərait yaradan ilə Amerika Birləşmiş Ştatlarının özü olub. Amerika Birləşmiş Ştatları həmişə Çinə özünün istehsal sahəsi kimi, belə deyək də, fabrika kimi baxıb. Fikir bilirsiniz ki, bütün böyük şirkətlərin əsas istehsal deməli sahələri, istehsal müəssisələri Çinin ayrı-ayrı şəhərlərində yerləşir. Burada birincisi ucuz işçi qüvvəsi ilə bağlı olan məsələlərdir. Yəni bu əslində o şirkətlərin belə deyək də yürütdüyü siyasətin bir deməli parçasıdır və bu istiqamətdə Çinin böyüməsi, Çinin o deməli iqtisadi imperiya qurması əslində Amerika Birləşmiş Ştatlarının bu nə qədər qəribə səslənsə də, ola bilsin ki, hörmətli tamaşaçılar bunun məsələ ilə razılaşmaya da bilərlər, amma bu əslində deməli Amerika Birləşmiş Ştatlarının özünün Çin üçün yaratdığı şəraitdir. Bugün bu məsələlərlə bağlı sözsüz ki, razılığa gəlməmək məsələsi yoxdur. Mən düşünmürəm ki, Çinlə Amerika Birləşmiş Ştatları deməli üz-üzə gəlmək məcburiyyətində qalacaqlar. Sözsüz ki, iqtisadi istiqamətdə, ticari deməli sahədə rəqabət həmişə davam edəcəkdir. Çünki Çin iqtisadiyyatı inkişaf edən xətt üzrə hərəkət edir. Amerika Birləşmiş Ştatlarının siyasəti isə bu inkişaf edən xəttin müəyyən zaman kəsiminə qədər ləngidilməsi məsələsi var. Yəni bu istiqamətdə mən düşünürəm ki, atılan addımlar müəyyən deməli belə deyək də perioddan sonra özünün nəticəsini verəcəkdir və verməyə də başlayıb. Çünki bilirsiniz ki, artıq ötən gündən təxminən 3-4 ölkə demək belə deyək də dünyaya artıq bəyan ediblər ki, bizim artıq enerji imkanlarımız tükənibdir, yoxdur. Deməli biz fəaliyyət göstərmək imkanlarımız, hətta elektrik təminatı və sair və axır məsələlərdə kifayət qədər ciddi problemlər yaranıb və Amerika Birləşmiş Ştatları bunu bilərəkdən yaradır. Yəni mənsiz dünyanın vəziyyəti hansı formatda ola bilər mesajıdır bu əslində. Eyni çətinliklər Çində olmasa belə, dediyim kimi Çində ondan əziyyət çəkir və Amerika Birləşmiş Ştatları göstərmək istəyir ki, dünyada təxminən 11-12 deməli dəniz və kanal istiqamətində demək keçidlər var ki, bunların əsas 6-sıdır ki, o 6-dan biri də Hörmüz boğazıdır və əslində Amerika Birləşmiş Ştatları həmin boğazın blokada almaqla göstərir ki, mən digər 5 kanal və boğazlarla bağlı da bu addımları atsam əgər ki, biz biraz öncə Süveyş kanalından, Panama üzrüstəm kanalından bağlı danışdıq və sair və axır məsələlərlə atsam belə dünyanın vəziyyəti hansı halda ola bilər? O, Donald Trump'ın bizim Hörmüz boğazına ehtiyacımız yoxdur deməli fikri əslində nəyi demək istəyir? Deməli, o boğazdan, o keçiddən, o deməli, su nəqliyyatından
ehtiyacı olan dövlətlər bilavasitə mənim kimliyimin fərqinə varmalıdırlar. Bu, Amerikanın uzun müddətli siyasətidir. Bəzən qeyd edirlər ki, Amerika Birləşmiş Ştatları İranda məğlub oldu və s. və axır məsələlərdə. Necə məğlub oldu ki, Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü şərtlər var ki, İran bugün o şərtlərlə bağlı %100 razılaşmağa hazırdır və onda deyə bilərsiniz ki, nədən bu razılıq əldə olunmur məsələləri var. Amerika Birləşmiş Ştatları sonuna qədər istəyinə nail olmaq məsələləri var. O, məsələn, tutaq ki, zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələsi. Donald Trump'ın siz nefrə gəlməmişdən qabaq bir fikri mənim diqqətimi çəkdi ki, biz o, deməli, zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması üçün bizə təxminən bir həftə yarım vaxt lazım idi. Düşmən ərazisinə bu qədər vaxt qalmaq kifayət qədər ciddi bizi düşünməyə vadar edirdi. Mən inanıram ki, Amerika, deməli, İran ərazisində o qədər qalmaq imkanını da əldə edə bilər. Mən bunu nə ilə əlaqələndirəm fikrimi? Bilirsiniz ki, 36 saatdan artıq 2 İran pilotunun, üzr istəyirəm, ABŞ pilotunun İran ərazisində qalması, İran deməli, ərazisində 7 saatlıq bir əməliyyatın keçirilməsi, təyyarələrin enməsi üçün yolların çəkilməsi və s. və axır məsələlər, bunlar sıradan bir məsələ deyildi. Bəs Sepah deyildi ki, biz quşu belə göydə gözündən vura bilirik. Amma nə baş verdi? 7 saatlıq bir əməliyyatda, 36 saatlıq əslində bir əməliyyatda, deməli, İranın o özünə güvənən xüsusi xidmət orqanları, eyni zamanda Sepahı və digər dövlət qurumları həmin pilotun tapılması ilə bağlı hər hansı bir addım ata bilmədilər. O pilotu tuta bilmədilər. Onlar pilotu tapa bilmədi, ABŞ da uranı da. Söhbət ondan gedir ki, ABŞ deyir ki, mən uranı tap. ABŞ deyir ki, bax, nə deyir? Bugün yenə deyirəm, siz nefrə gəlməmişdən qabaq deyir ki, o deyir da, Trump deyir da, Bakir bəy. Trump o qədər şey deyir ki, o da... Mən sizə bir məsələni deyim. Mən bunu bir neçə efirdə qeyd etmişəm. Bunu, deməli, ABŞ siyasiləri demək, bildirirlər və analitikləri bildirirlər ki, ABŞ deməli, siyasətində prezidentlərin rolu cəmi 10%-dir. 90%-ni isə ayrı-ayrı institutlar deməli, həyata keçirib məsələlərdə. Trump'ın uğuru 10%-ə 90%-ə kimi göstərmək bacarığındadır. Trump çox ağıllı və eyni zamanda Amerika dərin dövlətinə belə deyək də, tam mənada sadiqliyi ilə seçilən bəlkə də yeganə prezidentdir. Yəni, ABŞ dərin dövlətinin yürütdüyü və yaxud nəzərdə tutduğu ki, siyasət var. Sözsüz ki, bu yeni dünya düzənində formalaşdıq siyasət var. O siyasətdə deməli, Trump'ın o sizin də digərlərində qeyd etdiyi onun dəlsovluğu və yaxud tutaq ki, belə deyək də, bəzən diplomatik dilə uyğun olmayan ifadələrin işlədilməsi və s. və axır, biraz, məsəl üçün, belə deyək də, doğru olmayan informasiyalı, mən başqa sözlər istifadə etmirəm, ki, istifadə etməsi və s. və axır məsələləri, əslində, bu, onun, belə deyək də, diqqəti öz üzərinə çəkməlidir. Trump özünü ABŞ dərin dövlətinə yönəli, deməli, zərbənin önünə qoyub, özünü zərbə müstəvisinə çıxardı. Bu, Trump'ın dediyim kimi ən böyük sədaqətidir. Bəzən Trump'ı mənfəətçi hesab edirlər və s. və axır məsələlərdə ki, Trump öz mənfəətini güdür və s. Biləsiniz, Trump'ın, bu mənim şəxsi düşüncəmdir, subyektiv düşüncəmdir. Trump'ın şəxsi mənfəəti Amerika Birləşmiş Ştatlarının dərin dövlət. Trump bilir ki, 2 il yarımdan sonra onsuz da hakimiyyətdə olmayacaqdır və onun bir daha hakimiyyətə gəlmək imkanları yoxdur. Amma buna baxmayaraq, belə deyək də, qarşıda duran uzun 10 illiklərdə Amerika Birləşmiş Ştatlarının dərin dövlətinin müəyyən etdiyi siyasət var ki, o siyasətin həyata keçirilməsi üçün Trump hətta həyatını belə riskə qoyubdur. Yəni, mən bu istiqamətdə baxıram Trump'ın fəaliyyətinə və heç də, deməli, onun haqqında o ağılsızdır, dəlisovdur və s. və axır məsələlərdə düşünmürəm o məsələləri. Onun ağılsız olduğunu deyən bir politologumuz var, adını çəkməyəcəm. Ondan başqa mən Trump'ı ağılsız deyən adam tanımadım və həqiqətən də bunu demək də sadəlövhlük olardı. Çünki Amerika kimi bir dövlətin başında gəlib ağılsız adam otura bilməz. Bu mümkün deyil, özü ikinci dəfə. Yəni, bunu deyə bilmərik. Təşəkkür edirəm mən sizə, Bakir bəy. Çox sağ olun. Əziz tamaşaçılar, sizdən isə ricam, verilişimizi lütfən bəyənin və paylaşın.
Saat 13:30-da isə Heydər Oğuzla gündəmi müzakirə edəcəyik. Yəni təkrar Lav TV-yə qayıdın ricasını edirəm. Görüşəcəyik.